Salam əziz izləyicilər, mən Sabirli Salatın. Bugün 25 may tarixində Firtıl sınaq 6-nın riyazi məntiq hissəsinə, riyazi təfəkkür suallarına baxacağıq. Xoş seyirlər. 41-ci sualdan başlayırıq. Bir-birindən fərqli 3 müsbət ədədin ədədi ortası 45-dir. Deməli, bu 3 dənə müsbət ədədin cəmi 135 olmalıdır ki, onların ədəd ortasını tapanda, yəni cəmliyib 3-ə böləndə 45 edəsin. Bu ədədlərdən ən kiçiyi, tutaq ki, ən kiçiyi B-A-dır, tutaq ki, ən kiçiyi A-dır. Digər ikisinin ədədi ortasından 15 vahid azdır. Digər ikisi deyəndə B ilə C-ni nəzərdə tutur. Digər ikisinin ədədi ortasından deyir, 15 vahid nədir? Azdır. Nə? A. Buradan mən B plus C-ni taparam. B plus C nəyə bərabərdir? B plus C bərabərdir 2 vurulsun A plus 15-ə. Çarpaz vurduq. İndi gətirib mən, baxın, əsas tənliyimdə burada B plus C-nin yerinə bu əvəz etməmizi yazacağam. Olacaq A plus 2, mörtərzəni vurub açıram birbaşa, 2A plus 30 bərabərdir 135. Olacaq 3A bərabərdir 105, 135-dən 30-u çıxdım. A bərabərdir 35. A-nın məndən nə istəyir? Bu ədədlərdən ən kiçiyini tapın deyir. Təbii ki, nə? 35. Zaten mən məsələnin başında da A-nı ən kiçik götürmüşdük. Cavab C variantı. 42-ci sualda deyir ki, hər birində 12 ədəd olmaqla, hər birindən 12 ədəd olmaqla sarı, mavi və qırmızı rəngli qələmlər hər birindən bərabər sayda olmaqla 2 qaba paylandı. Hər birində. Yəni, fərqi yoxdur. A-da neçə qırmızı, neçə sarı olduğunu. Hər birində eyni qədər olmalıdır. Yəni, ümumilikdə 3-dən 12, 36 qələmim yoxdur. Bu 2 qabda. Bunda da 18 dənədir, bunda da 18 dənədir. İndi keçək verilənlərə. Deyir ki, hər 2 qabda, hər 3... Bir dəqiqə, mavi qələmlər hər birindən bərabər sayda olmaqla 2 qaba paylandı. Hər 2 qabda hər 3 rəng qələm var. Yəni, hamısında, hər ikisində daha doğrusu sarı, mavi, qırmızı var. Sarı, mavi, qırmızı var. Sadəcə sayını bilmirik. Hər 2 qabda bərabər sayda sarı rəng var. Bərabər sayda sarı rəng varsa, deməli 6-sı burada, 6-sı buradadır. A qələm qabında, A budur, B də bu. A qələm qabında ən çox mavi rəngdə qələm var. Ən çox sayda mavi qələm var. Ən çox sayda mavi qələm varsa, deməli 11-i bundadır, biri bundadır. Niyə hamısı 12 yazmadıq bura? Niyə 12 yazmadıq? Çünki onda burada mavi olmaz axı. Axı, məndə də şərtdə deyir ki, hər bir qutuda, yəni hər qutuda hər bir rəngdən var. Deməli, burada ümumi 18 idi, artıq 17-si gəldi. Bir dənə qırmızı burada qalacaq. Burada da 7-si var idi, 11 dənə də qırmızı burada olacaq. Bizdən nə istəyir? B qələm qabına qoyulan qırmızı rəngli qələm sayının ala biləcəyi qiymətlərin cəmini tapın. Bir dəqiqə, beləni başlayın. A qələm qabında ən çox... Mən səhv oxudum. Daha doğrusu səhv intonasiya ilə oxudum. Bir dəqiqə. Burada deyir ki, A qələm qabında ən çox mavi rəngdə qələm var. Yəni, mavi rəngdə qələm 6-dan az ola bilməz. 7 ola bilər, 8, 9, 10 və 11 ola bilər. Bunlar ola bilər. Çünki 7 burada mən 6 qoya bilmərəm. Çünki mənə deyir ki, mavi ən çoxdur da. A-da ən çox olan mavidir. Yəni, artıq 6 dənə sarı varsa, mən ora necə 5 dənə mavi qoyum? Onda ən çox olan mavi olmaz, sarı olar. Deməli, mən 7-dən başlayacağam. 7, 8, 9, 10, 11. 11-də niyə 12 yox? Bayaq izah elədim ki, axı onda qırmızı qələm, B qabına qırmızı qələm, daha doğrusu mavi qələm qalmır. İndi davam eləyək, bir də oxuyaq. A qələm qabında ən çox mavi rəngdə qələm var. Bəs yaxşı, baxın, 7 dənə mavi oldusa,
6 dənə sarı varsa, indi qırmızıların sayını tapaq. Qırmızılar nə ola bilər? 6 ilə 7-ni cəmlədim, 13, 18-dən çıxdım, 5. İndi 8 ilə 6-nı cəmlədim, 14, 4 dənə burada. 9 ilə 6-nı cəmlədim, 15, 18-dən çıxdım, 3 dənə burada. 2, 1. Eyni qaydada, bura gəlirəm. Eyni qaydada B qabına keçirəm. Artıq mavinin 7 dənəsi A qabındadırsa mavinin, 5 dənəsi burada qalmalıdır. Sonra 4 dənəsi, 3 dənəsi, 3 dənəsi, 2 dənəsi, 1 dənəsi. Eyni qaydada indi qırmızıları yazıram. 5 dənə altını məndə B qələm qabında qırmızı qələmlərin sayının ala biləcəyini soruşur. 5 dənə altı 11, burada 7 qırmızı, 10, 8, 9, 10, 11. İndi cəmləyəcəm, olacaq 15, 15, 25, 36, 9 da üstünə gəldim, 45. Cavab 45, D variantı. 43-də nə deyir? Deyir ki, məktəbdə 1400 şagird var. 1400 şagirddən, onlardan 1250-si dama oynayır. Daha doğrusu, 1250-si dama. 952-si şahmat oynayır. 60 nəfər isə heç birini bacarmır. Neçə nəfər şagird həm şahmat oynamağı, həm damını oynamağı sevir. Yoldaşlar, bunu Eylervendə də göstərə bilərik və yaxud da belə də göstərə bilərik. Birinci, mən o 60 nəfəri çıxmalıyam, 1400-dən çıxmalıyam. Çünki bu 60 nəfər heç bir şey bacarmır. 4, 3, 1. 1340 nəfər. 1340-ın, baxın, 1340 bunlardır. Amma bunların cəmi görürsünüz 1340-dan nədir? Çoxdur. Deməli, mən bu ikisini cəmləyəcəm. Eləyəcək nə? Dəqiqə, bunu biraz kənara qoyum. Cəmlədim. Elədi. Burada səhv yerə yazmışıq. 952. Olacaq 2, 10. 0 yazdıq. 1 yadda 11, 12. 2-ni yazdıq. 1 yadda 2. Mənim əslində bu qədər şagirdim var. Dama və damino şahmat oynayan. Amma cəmləyəndə bu qədər oldu. Deməli, mən burada neçələri isə 2 dəfə neynəmişəm? Cəmləmişəm. İndi çıxacam bunu. Eləyəcək 2, 6, 8. 862 nəfəri elə bil mən həm dama oynayanların içində hesablamışam, həm də şahmat oynayanların içində topladığıma görə bu 862 nəfər hər ikisini oynaya bilir. Cavab B-dəndir. Bəs yaxşı, Eylervendə necə göstərə bilərdik? Bayaq dedim, onu da göstərim. Belə, belə. Bu olsun dama, bu olsun şahmat. O hər ikisini, baxın, bu dama oynayanların hamısının sayı nədir? 1250-dir. Bəs şahmat oynayanların hamısının sayı 952-dir. Amma bunların birləşməsi nə olmalıdır? Birləşməsi olmalıdır, baxın bu. Birləşməsi bu olur. Deməli, mənim bu ortada hər ikisində topladığım var. Yəni, bunların ikisinin cəmini bundan çıxacaq. O da cavab B variantı, 862. 44-də nə deyir? 44-də deyir ki, fermer bazara çıxartdığı 5 baş qoyundan satışı üçün nəzərdə tutduğu qiymət ilə satdığı qiymət aşağıdakı cədvəldə göstərilmişdir. Fermerin satışdan əldə etdiyi məbləğ nəzərdə tutduğu məbləğdən nə qədər çoxdur? Biz birinci nəzərdə tutduğunu neynəməliyik? Cəmləməliyik. Nəzərdə tutduğunu cəmləməliyik ki, görək nəzərdə tutduğu ümumi nə qədər olub? 215 üstə gəlirik, 230 üstə gəlirik, 175 üstə gəlirik, 137 üstə gəlirik, 218. Deməli, nəzərdə tutduğu əslində 975 manat imiş. Bəs yaxşı, satışdan əldə etdiyi nədir? 250 üstə gəlinsin, 200 üstə gəlinsin, 190 üstə gəlinsin, 114 üstə gəlinsin, 225. 225.
979 da satışdan aldığıdır. Aradakı fərq nədir? 4 manatdır. Cavab D variantı 4. Bu neçənci sual idi? 44-cü sual. Növbəti 45-ci sual. Marketdə alış-veriş edən Murad satıcıya 100 manat verir. Satıcı deyir, məhsulun qiymətində göstərilən ədədin 1/10 mərtəbəsindəki ədədlə təkliklər mərtəbəsindəki ədədin yerini səhv saldı. Murada 27.65 pul qaytardı. Satıcının qaytardığı qalıq haqqında hansı fikir doğrudur? Biz əvvəlcə tapaq ki, görüm satıcı nə fikirləşib? Yəni məhsulun qiymətini nə fikirləşib? 100-dən çıxarıq 27.65-i. Bu eləyəcək 5, 3, 2, 7. Satıcı fikirləşib ki, məhsulun qiyməti 72 manat 35 qəpikdir. Amma səhv saldığı nə idi? Təkliklə 1/10. Yəni əslində məhsulun qiyməti buymuş. 73. Bunu qaytar. Bunu əslində bunu düşünüb. Amma əsas budur da, əslində olan budur. Bəs yaxşı, onda nə qədər qaytarmalıydı? 100-dən çıxacağım 73 25-i. Bu eləyəcək 5, 7, 9'dan 3, 6, 2. Əslində 26.75 qaytarmalıydı. Amma mənə qaytarıb 27.75. Görək bunların arasındakı fərq nə qədərdir? 27.65 əslində qaytarmalıydı 26.75-i. Bu da oldu 0, 9, 0. Əslində yəni bu qədər nə olub? Artıq qaytarıb. Cavab B bəndi. Artıq qaytarıb. Növbəti sualımız 46. Deyir, sinifdəki qızların sayı bütün şagirdlərin sayının 1/3 hissəsini təşkil edir. Yəni tutaq ki, bütün şagirdlər, bütün yazaq bura, sinif X-dir. Qızlar 1/3-ni. 1/1 qızdır. Onda oğlan 3/2 qızdır. Sinifdən deyir, 3 oğlan çıxdı. 3 oğlan çıxdı. Gəl belə qəşəng yazaq. 3/2 qız çıx 3. Və sinifə 3 qız gəldi. 3/1 qız Pilius 3. Əslində sinifin yəni sayı dəyişmədi. Yenə X uşaq var. Sadəcə bunlar dəyişdi. Qızla oğlanların sayı. Qızların sayı oğlanların sayına bərabər oldu. Aha. Deməli nə? 3/1 qız Pilius 3 bərabərdir 3/2 qız minus 3-ə. Buradan bu 3'ü bərabərliyin sol tərəfinə, 3/1 X-i də sağ tərəfinə keçirəcəm. Olacaq onda 3 Pilius 3 bərabərdir 3/2 qız çıx 3/1 qız. Bilirik ki, bərabərliyin bir tərəfindən digər tərəfinə keçəndə işarəmiz əksinə dəyişir. X də bərabər oldu 18-ə. Deməli, sinifdə 18 uşaq var. Bizə nəyə soruşur? Sinifdəki şagirdlərin sayını soruşur. Bəli, 18 A variantı. Sonra keçdik 47-ci suala. 47-də deyir ki, şəkildə 5 rəqəmli şifrənin birinci və sonuncu rəqəmləri eynidir. Bu ədədin 9-a bölündüyünü bilərək şifrənin birinci rəqəmini tapın. 9-un bölünmə əlaməti nə idi yoldaşlar? Biraz fikirləşək. Bəzilərimiz içindən dedi, bəli, rəqəmlərinin cəmi 9-a bölünürsə, həmin ədəd 9-a bölünür. Mən bu birinci və sonuncu rəqəmi X götürdüm. Üzərinə gəlirəm 5, üstə gələk 4, üstə gələk 2. Bərabərdir 2x Pilius 9, 11. Bu cəm nədir? 9-a bölünür. Mən burada artıq indi X-in yerinə 1-dən 9-a kimi və yaxud da 0-dan şifrə də artıq bu ədəd deyil. 0-dan 9-a kimi rəqəmlər qoyub tapacam görüm hansını qoyanda yoxlayır. Və bunu artıq özünüz də yəni yoxlaya bilərsiniz. Amma mən burada birbaşa 8 yoxlayacağım. 2 vur 8 üstə gələk 11, 16 üstə gələk 11 bərabər oldu 27-yə. Yəni 9-a bölünür. Cavab D variantıdır. Yəni 8.
Bax, çox getməsin deyə o birisini yoxlamadıq, amma siz özünüz yoxlaya bilərsiniz. Sənan deyir, 5 il sonra, bax, Sənan var, Sənan. Bir də Sübhan var. Sübhan. Sənanın deyək ki, x yaşı var, Sübhanın y yaşı var. Deyir, Sənan 5 il sonra Sübhan 3 il öncə doğulsaydı, onların yaşları bərabər olardı. Yoldaşlar, sonra deyəndə yaşımız azalır. X çıx 5 olur. Məsəl üçün, belə bir nümunə gətirim. Deyirəm ki, siz məsəl üçün 6-cı sinifdə oxuyan uşaqlar 6-cı sinifdə oxuyursunuzsa 12-13 yaşlarınız var. Tutaq ki, 12 yaşınız var. 2025-dən çıxacam 12-ni ki, sizin doğum ilinizi tapmaq üçün. Tapdım ki, 2013-də doğulmusunuz siz. Deyirəm ki, yaxşı, 2013-də yox. 3 il sonra 2016-da doğulsaydınız, sizin neçə yaşınız olardı? Deyirsiniz, mən hal-hazırda 9 yaşımız olardı da. 2025-dən 2016-dan çıxıb 9. Nə oldu? Bax, 12-dən 3 çıxmaq kimi bir şey oldu. Gördünüz, yenə 9. Deməli, sonra deyəndə yaşımız azalır. Öncə deyəndə yaşımız artır. Onların yaşları bərabər olardı. Yəni, x minus 5 bərabər olardı y plus 3-ə. Buradan da x çıx y bərabər olardı 8-ə. Deyir, onların yaşları cəmi 20 olduğu məlumdursa, yəni x plus y bərabərdir 20-dirsə, Sənanın indiki yaşı. Tənliklər sistemi. Alt-alta toplayacağım, olacaq 2x, bunlar getdi 28, x bərabərdir 14. Sənanın indiki yaşı nə imiş? 14 imiş. 49. Eyni zamanda, eyni məntəqədən hərəkətə başlayan 3 gəmidən birincisi 5 gündən, ikincisi 7 gündən, üçüncüsü də 9 gündən bir səfərə çıxır. Bu gəmilər neçə gün sonra hamısı birlikdə səfərə çıxar. Yoldaşlar, bu tip məsələlər, məsəl üçün, bax, budur. Sonra başqa addım məsələsi var. Deyir ki, atıram, Muradın bir addımı 50 santimetrdir, amma Ayşənin bir addımı 20 santimetrdir. Neçə addımdan və yaxud da, yox, nə qədər məsafədən sonra Ayşə ilə Muradın addımları, yəni ayaq izləri üst-üstə düşər. Bu cür məsələlərdə hər zaman əkob tapırsınız. Yəni, əkob 5, 7, 9. Burada da cavab təbii ki, olacaq 315. Cavab D variantı. Əkoba aid məsələlərdir. 50-ci sualda nədir? 5 nəfərlik bir sinifdə fizika fənnindən kesilgə qiymətləri cədvəldəki kimidir? Ən yüksək bal toplayanların hamısı qız. Deməli, baxın, 15 nəfərdən 3-ü artıq qızdır. Qızdır. Sonra, ən az toplayanların hamısı oğlan. Yəni, 4 dənə oğlan var. 4 dənə oğlan. 92 və 94 bal toplayan şagirdlərin ikisi də qızdır. Artıq burada 2 dənə də qız gəldi. 2 dənə də qız gəldi. Buna əsasən oğlan şagirdlərin sayı ən çox neçədir? Ən çox neçədirsə, baxın, artıq biz, burada neçə dənə uşaq var? 9 dənə uşaq var. Yerdə qalır 15 çıx 9, 6 dənə nə? Uşaq. Sonra da deyir ki, oğlanlardan biri digər bütün oğlanlardan çox bal toplayıb. Çox bal toplayıbsa, yoldaşlar, bu 98 var ha. 98-də 4 dənə uşaq yoxdur. O 4 dənə uşağın birini oğlan götürürəm. 3-ünü qız. Çünki 2 dənə oğlan götürə bilmərəm. Bu zaman 2 dənə oğlan digər bütün oğlanlardan çox toplayır. Deməli, mən burada 98-dəki bir dənəsini oğlan götürməliyəm. Digər yerdə qalan 96-nın da hamısını götürəcəm. 96-dakının ikisi də oğlan olsun. Şərtim ödəyim məndən, çünki ən çoxu istəyir. Ona görə nə olacaq? 4 dənə oğlan bayaq var idi. Bir dənəsi bu 98 toplayan, 2 dənə də 96 toplayan. Yəni, ümumilikdə 7 dənə oğlan ola bilər maksimum. Növbəti sualımız 51-ci sual. 51-ci sualda deyir ki, 2 tərəzi bir ekrana birləşdirilib və bu ekranda 2 tərəzinin göstəriciləri cəmi qeyd olunub. Yəni, 2 tərəzinin cəmini ekrana veriblər. Əvvəlcə deyir, 2 fərqli böyüklükdə boş qab tərəziyə qoyulur. Bu göstəricinin və göstəricinin 27 kiloqram olduğu görünür. Sonra deyir, qablardan birinin içərisinə qabın özü ağırlığında su tökülür və ekranda
39 kiloqram yazılır. Boş qabların çəkilərinin fərqini tap. Yoldaşlar, əvvəl 27 idi. Sonra 39 oldu. Deməli, nə qədər artdı? 12 kiloqram. Deməli, bu 12 kiloqram o qablardan hansınsa birinin çəkisidir. Çünki 2 dənə qab üst-üstə olub. Məsəl üçün, atıram, birinci qabın çəkisi Y-dir, ikinci qabın çəkisi X-dir. Bu, bura 27 verir. Sonra, məsəl üçün, bu qabın özü qədər də bir dənə də ağırlığı olur, 2X qədər artır. İndi bu olur 39. Bunların arasındakı fərq, elə bax, bu artıq gələn çəkiyə bərabərdir. Tapdıq ki, qablardan birinin çəkisi 12-dir. Bəs yaxşı, əvvəl 27 idi axı bu boş qabların çəkisi. Deməli, digər boş qabında çəkisi nəymiş? 15. Bunların da fərqi 3 kiloqram B variantı. 52. Rənglənmiş hissə düzbucaqlığın hansı hissəsini təşkil edir? Burada görürük ki, orada balaca kvadratlar var və o kvadratların yarısı rənglənib. Yəni, siz o yarı hissələri cəmləyəcəksiniz, sonra 2-yə böləcəksiniz. Çünki onların ikisi bir hissədir. Birinci sayaq görək neçə dənə burada balaca kvadrat var. Saydıq ki, 30 dənə nə var? Balaca kvadrat var. 30 dənə balaca kvadratın içərisində neçə dənə yarım var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dənə yarı varsa, bunları 2-yə böləcək 7 dənə tam var. Deməli, bu da nədir? 30-da 7 hissəsini təşkil edir deməkdir. 53-cü sual. Bir usta və şagird birlikdə evi 4 günə təmir edir. Usta təklikdə evi 6 günə təmir edərsə, şagird neçə günə təmir edər? Bunu, yoldaşlar, 2 cür eləyə bilərsiniz. Bir, o hazır, kəsirli olan ifadə ilə, bir də xəyali ədəd verməklə. Məsəl üçün, birinci o kəsirli ifadə ilə deyək. Deməli, usta deyirəm X günə görür, şagird də Y günə görür. Usta təklikdə 6 gün əslində bunu verib mənə. Bura birbaşa ilə 6 yazacağım. Olacaq 1 bölünsün 6 plus 1 bölünsün Y vurulsun 4 bərabərdir 1 işi tam, yəni vahid iş, tam hissəsi bitir. Burada olacaq 6-da 1 üstə gələ Y-də 1 bərabərdir 4-də 1. 1 böl Y-də 1, Y bərabərdir 4-də 1 çıx 6-da 1. Bu deyir Y-də 1 bərabərdir 12-də 2, yox, 12-də 1. Deməli, Y nəymiş? 12. Cavab C variantı. Və yaxud da istəsəz 4-də 6-ya bölünən bir xəyali ədəd verə bilərsiniz. Oradan işi tapa bilərsiniz. İşlə yəni gedə bilərsiniz. 54. Qayıq axın istiqamətində 10 dəqiqəyə 2 kilometr. Yəni, bir sahada 12 kilometr. Sonra, axına qarşı 15 dəqiqəyə 1 kilometr. Yəni, bir sahada 4 kilometr. Qayığın durğun sudakı. Deməli, mən axın istiqamətində, baxın, axın istiqamətində sürətini tapanda nə olurdu? Sürəti necə tapırdıq? Sürətlər cəmlənilirdi. V çay ilə V qayıq cəmlənilirdi. Bu da deməli, saatda 12 imiş. Axına qarşı gedəndə nə olurdu? Axına qarşı olanda V qayıqdan çıxırdıq V çayı. Bu da bərabər nəyə? 4-ə. Yenə bir dənə tənliklər sistemi. Tərəf-tərəfə cəmləyəndə nə olacaq? Burada səhv yazdım. V qayıqdan çıxmırıq. V çay. Hələ V, yox, düzəlmişəm. V qayıqdan V çayı çıxırıq. Tərəf-tərəfə cəmləyəndə olacaq 2 V qayıq bərabərdir 16. 1 V qayıq da bərabərdir nəyə? 8-ə. Cavab C variantı. 55-ci sual. Deyir, dolabda 5 fərqli rəngdə köynəyi olan Tural aşağıdakı uyğunluqla köynəkləri geyinir. İlk 2 gün mavi. Sonra 3 gün ardıcıl sarı. 1, 2, 3, 4, 5. 3 gün ardıcıl sarı. 1 gün ağ. 4 gün yaşıl. 1, 2, 3, 4.
2 gün narıncı. Bitti. Köynəklərimiz bitdi. Deyir, arıcılıq bu şəkildə davam edir. Yeni, məsələn, narıncı bitdi, yenidən 2 mavi, 3 gün sarı, 1 gün ağ, 4 gün yaşıl, 2 gün narıncı. Bu arıcılıqla davam edir. 1 yanvar tarixində mavi köynək geyinən Tural 31 yanvar tarixində hansı rəng köynək geyinər? Əgər 1 yanvar mavi geyinibsə, 2 yanvar da mavi geyinəcək. Bizim periodumuz tapmalıyıq görək neçə dənədəndir təkrarlanır. Hesabladıq ki, 12 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 gündən bir bu ardıcıllıq yenilənir. 31-i böləcəyik 12-yə, düşəcək 2 tam, qalıqda 7. Yəni 2 dəfə bu period təkrarlanır, 2 dəfə. 7 gün qalıq qalır. İndi o 7 günü də biz bura yerləşdirəcəyik. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, hansı rəngdir? Hansı rəngdir? Yaşıl rəng B bəndi. Şəkildə 3 proqramın hər biri üçün 4 saatlıq istifadəsi üçün lazım olan internet miqdarı qeyd olunub. Vaqif telefonu təmizləmələr bölməsində həftəlik internetdən istifadə haqqında bu məlumatları gördü. YouTube-dan istifadə müddəti 8 saat. YouTube 8 saat. Həftəlikdə bunlar. Twitter'dan WhatsApp-a nisbətən 8 saat çox. Twitter bərabərdir WhatsApp üstə gələk 8. 7. Həftəlik cəmi 2270 megabayt internet istifadə etmişdir. Vaqif həftə ərzində neçə saat Twitter'da istifadə etmişdir? Twitter'dan. Deməli, mən birinci YouTube-u bilirəm. YouTube-u tapıb onu çıxacam. YouTube-da 4 sahada 160 megabaytdırsa, deməli 1 sahada nədir? 40 megabayt. Və yaxud da 8 sahada nə olacaq? 320 megabayt. 2 qatıdır da. Buradan bura 2 qatıdır, buradan burada. 320 nəymiş? Təkdə YouTube. Deməli, mən 2270-dən çıxacam 320-ni. Bu da eləyəcək 0,591. 1950 megabayt qalır təkcə Twitter-la WhatsApp-a. Bu da Twitter-la WhatsApp deyil. Mən WhatsApp-ı X götürürəm. Twitter-da olur Xperius nə? 7. 7. Twitter 7. Bilmirəm. Neçə saat? 8 saat çox. Və yaxud da 7 saat çox işlədibsə 4 sahada. Baxın, belə də işlətdiyi megabaytı sahadı bilmirəm. Nisbətən çox saat. WhatsApp X saat. WhatsApp deyirəm ki, X saat işlədib. 1 saatı da WhatsApp-ın 4 saatına 120-dirsə, 1 saatına nədir? 30. Vurdum X-a. Twitter'da yenə X saat işləyib. Amma Twitter'ın 1 saatı 50 megabaytdır. Çünki 4 saatına 200-dürsə, bir üstünə gəlirəm 7 saat. 7-ni vuracam 50-yə, 350-ni. Bərabər olacaq 1950-yə. Buradan 30x, 50x, 80x bərabərdir 1600-ə. X də bərabərdir 20-yə. X nə idi mənim? WhatsApp-dan istifadə etdiyim saat. Bəs neçə Twitter onda bunda 7 saat çox idisə cavab 27 B variantı. 58. Nigar deyir, səhər oyanmaq üçün zəngli saatı 7:15-ə qurur. 07:15-ə qurur. Zəng deyir, 1 dəqiqə çalır. Əgər dayandırılmasa 5 dəqiqə sonra yenidən 1 dəqiqə çalır. Nigar deyir, 8:30-da, 8:20-də oyanıb zəngi söndürərsə, o oyanana qədər saatın zəngi neçə dəfə çalmış olar? Mən deməli birinci 8:20-dən çıxacam 7:15-ə. Qalacaq burada 5:01. 1 saat 5 dəqiqə, yəni 65 dəqiqə. 65 dəqiqədə yoldaşlar 5 dəqiqə evet, bizim periodumuz nədir? 1 dəqiqə çalır, sonra 5 dəqiqə keçir, təzədən yenə 1 dəqiqə çalır da. Demək periodumuz 6 dəqiqədir. Bunu 6-ya böləcəm. 6-ya böləcəm.
Düşəcək 10 tam qalıq 5. Qalıq 5. Elə bir yoldaşlar 10 dəfə çalıb, 10 dəqiqə çalıb. Sonra yenə 5 dəqiqə keçib. Artıq üstünə növbəti zəng çalmağa başlayıb da. Elə bil 66-nın bilirsiniz nə idi olmuyor bu qalıqda. O çalınan 1 dəqiqə zəng oxunur, 1 dəqiqə başlayır oxuyur. O çalınan 1 dəqiqəsi əksikdir. Yəni elə bil 65-də, yəni 65 dəqiqə keçən kimi zəng çalınıb, bu həmin an söndürüb. Artıq qoymayıb ki, o 1 dəqiqə çalsın, 66 olsun, dövr tamamlansın. Yəni zəng çalınan kimi söndürübsə, deməli artıq 11 dəfə o zəng çalıb. Yəni 11-cidə çalan kimi söndürüb, oyanıb daha doğrusu. 59. 59-da deyir ki, 1 litri 40 manata olan nədir bu? Alma şirəsi 8 litr. 1 litri 40 manata olan 8 litr alma şirəsi ilə. Deməli, buna 1 litri 30 manat olan 12 litr armud şirəsi qarışdırılıb. Alınan şirənin 1 litrinin qiyməti tap. Arkadaşlar, biz bunu öz qruplarımızdan konfetlə, meyvə ilə, daha çox konfetlə göstərmişik nümunələr. Demişik ki, məsəl üçün kilosu bu qədər olan konfetlə bu qədər aldım, 5-6 kilo aldım, 5 kilo məsəl üçün. Kilosu 6 manat olan konfetdən də 8 kilo aldım, qarışdırdım. Nə qədər? Yəni bu qarışımın çəkisi nəyə başa gəldi? Burada nədə şirə ilə verib? İndi 1 litri 40 manatı olan 8 litri alma şirəsinə mən nə qədər pul verdim? 320 manat. 320 manat pul verdim. Bəs yaxşı, 1 litri 30 manat olan 12 litr armud şirəsinə nə qədər verdim? 360 manat. Bunları cəmlədim. Yəni ümumi mənim cibimdən çıxan pulu cəmlədim. Mən 680 manat pul vermişəm. Nə qarşılığında? 20 litr meyvə suyu qarşısında. Meyvə suyu. Deməli, onda bu 20 litr meyvə suyun 1 litri neçəyə başa gəlir? 34 manata. Eyni hündürlüklü iki şamdan biri 6 saata, digəri 12 saata yanır. Şamlar eyni zamanda yanmağa başlayarsa neçə saatdan sonra şamlardan biri digərindən 2 dəfə hündür olar? Bu tip suala da biz hətta eynisini demək olar ki, hətta burada cavab da yadımdadır. Eynisini işləmişik biz yoldaşlarla, istər onlayn, istərsə də ənənəvi dərslərdə. Eyni hündürlüklü iki şam deyil. Yəni bunların hündürlükləri eynidir. Sadəcə nəyi fərqlidir? Materialı fərqlidir. Yəni biri daha keyfiyyətlidir, məsələn, biri daha keyfiyyətsizdir. Tutaq ki, bu 6 saata yanır, bitir. Bu 12 saata yanır, bitir. Və bunların hündürlükləri eynidir. Hündürlüklərini x götürürəm. Və daha çox hündürlüklərini x götürmürəm. Yandıqları saat x götürürəm. Bilmirəm. Neçə saatdan sonrasa yanır, bitir. Neçə saatsa yanıb bunlar. Yoldaşlar, bunları indi nümunə ilə mən sizə bir dənə beyninizdə o nüansı beyninizdə canlandırmağınızı istəyirəm. Məsəl üçün, mən desəm ki, bunlar ikisi 1 saat yanır. 1 saat yanır. 1 saat yanırsa, bunun nə qədər yanır? 6-da 1-i yanır. Bunun 12-də 1-i yanır. Ümumi, deməli, 12-də 1-i yanırsa, 12-də 11-i qalır da. Və yaxud da 6-dan 1-i yanırsa, 6-dan 5-i qalır. Hissi olaraq gedirik. Hissi olaraq gediriksə, deməli, biz bu şamları vahid uzunluq götürməliyik. Vahid. İndi, vahid götürdümsə, neçəsə saat yandı. 6-da x hissəsini çıxdım bundan. Doğrudan da baxın, bir hissəsi yanmadı. Mən 1-dən çıxdım 6-da 1-i. Nə qaldı? 6-da 5-i. Bu, o birisi də nə olur? O birisi də olur 1 çıxılsın, x böl 12 olur. Və deyir ki, biri digərindən 2 dəfə nə olur? Hündür olur. Hər halda yoldaşlar, gec yanan hündür qalar da. 6 saat sonra, məsəl üçün 6 saat sonra bu yanıb bitəcək. Bu amma hələ yarısındadır. Və digərindən 2 dəfə çox olar. Deməli, bunu vuracam. Kiçiyi daha tez yanıb sönəni mən 2-yə vuracam ki, bu onsuz da gec yanır, sönür. Gec yanır daha doğrusu. Mötərizələri vurub açsam, 2 çıxılsın, x bölü 3, ixtisar getdi. 2-ni 6-da x-ə vuranda 1 çıxılsın, 12-də x. Burada
3də 1-i sağ tərəfə, 1-i sol tərəfə keçirdirəm. Bərabər olur. 3-də x çıx, 12-də x. 1 bərabərdir 12-də 3x. Buradan 1 bərabərdir 4də 1 x. X də bərabərdir nəyə? 4-də. Cavab D variantı. Çox sağ olun. İnşallah ki, sizdə aydın olar hər şey. Təşəkkürlər.